Dostlar, bilirəm ki, çoxdandır vloglar gəlmirdi. Ona görə də belə bir qərara gəldim ki, bugündən etibarən başlayayım vloglar çəkməyə. Harada ki qalmışdıq, hansı mövzulardan danışdıq, həmin mövzuları yenidən işıqlandırım, yenidən söhbətlər edeyim. Ki, çoxdan vlog gəlmirdi, intisarda qalan izləyicilərim vardı. Mən öyle özümdə intisarda idim ki, bir də tez bazar başlayayım vlogları çəkməyə. Və elə bir yerə gəlmişəm ki, baxın, bu da şeydir də, bu Suraxanı tərəfdir, hansı tərəfdirsə, axır ki. Yəni, əsas odur ki, vloglar başlayır və niyə görə vlogları gecikdirməyə vermişdim. Canım seçsin, başıma gələn hadisələrdən çəkib paylaşacağım absurd hərəkətlər, müştərilər, absurd hərəkətləri. Hansı müştərilərlə necə davranmaq lazımdır, sizə də olsa o haqda izah verəcəm sizə. Və sair və ilaxır və həmişəki kimi kimin nə sualı olsa, kimin nə maraqlandırsa, ya kommentarlarda yazsın, ya da ki video çəkib mənə təqdim etsin. Mən mütləq cavab verəcəm. Sen geldi uşaq geldi. Nömrənizi vermişik kuryerə. 5-4, 6-10. 10 qəpik yoxdur. Nə qədər yoxdur? 7 olmalı böyle. 4, 6'dır. 5, 6. Şöyle tez gələrdin. Eyb yox, get. Nömrəni vermişsən? Nömrə yazılıb ora. Bəli. Ha, yaxşı. Dostlar, gözəl bir Maştaqa səhərindən hər birinizi yenidən salamlayıram. Deməli, bayaq da dediyim kimi vloglara çoxdan da ara vermişdim. Uzun bir müddətdir. Heç mən bəlkə də bu qədər müddət ara verməmişdim, yadıma gəlmir. Onun da yəni ən vacib səbəblərindən biri və birincisi odur ki, GoPro'nun bataryası alırsan da daşlı. Üstündə gələn, belə deyim, məsələ 2022-ci ildə aldım GoPro'nu. Və başladım çəkilişlər eləməyə. Üstündə gələn 2 dənə radyoyu batareyka vardı. Yəni Zavodskoyda, Zavod batareykası vardı üstündə. O bir müddət getdi. Daha bir nə qədər müddət, amma çox uzun bir müddət olmadı. Sonra tədricən başladı. Bunlar şişmədi. Düz o öz batareykası üstündə gələn göy rəngli olur. Bunlar şişmədi. Amma hava soğuyan kimi başlayırdı. Hüseyin nə qədər video göndərir mənə TikTok'dan. Hava soğuyan kimi başlayırdı sönməyə. Soyuğa elə bir şey davamiyyəti yox idi batareykaların. Sonra GoPro Bakı səhifəsini, daha doğrusu bu GoPro Bakı səhifəsini daha əvvəldən tanımışdım. Çünki media mod falan almışdım onlardan. Sonra belə oldu ki, öyrəndim ki, bunlarda soyuğa davamlı daşları var. O vaxtı cütünü alırdım 140 manata üstündə şarj alətindən bir yerdə. Neyse dostlar, nə başımıza ağrıdım. 2 dənə bir aldım, 2 dənə bir aldım və 2 dənə üstündəki 6 dənə batareykanı bu GoPro 7 anasını ağlar ucuna qoydu. Sonra axırıncı dəfədə yenə həmin o qalan batareykalar şişdi, pis günə düşdü, GoPro'nun içində qaldı. Onu güclə, bəlanla, bir tər üslar üsulları ilə, belə vəhşi üsullarla çıxartdım içindən. Dünənləri yenə getdim, GoPro Bakı səhifəsindən 2 dənə batareyka aldım və yenidən çəkilişlərə start verdim. Və qərara gəldim ki, bu cünlə gözəl günəşli Maştaqa səhərindən sonra belə gözəl havada çəkiliş edeyim, nə qədər ki havaların beyni çönməyib. Bugünkü mövzuda nələrə toxunmaq istəyirəm? Əsas odur ki, kuryerin başına gələn absurd hadisələrdən. Absurd, yəni bunu mən biraz mədəni dildə deyirəm. Daha doğrusu, yəni siz nə ad verirsiniz verin. Absurd hadisələr nədir? Misal üçün, gəlib çatırsan ünvana, yığırsan. Müştəri bir neçə dəqiqədən sonra yadına düşür və yaxud keyfinə düşür, telefona cavab verir. Alo, salam, aleyküm, salam. Bəs kuryerdən narahat eləyən, mən ünvandayam. Bunu deyirsən belə, aha. Deyirəm, nə aha, qardaş, ya və yaxud xanım. Deyirəm, ünvandayam da, yəni. Ha, gəlmişsiniz. Deyirəm, ünvandayam, buradayam, qoyduğunuz konumdayam. Konya yolundayım lan. Ha, gəlin, nə deyir? Deyirəm, hara gəlin? Hikmət demişkən, hara gəlin, necə gəlin? Sən burada açıqlamada yazmamısan axı. Ay kuryer, ay yoldaş, filan blok, filan mərtəbə, filan mənzil, domofon budur, heç də yazmamısan. Sən mənə deyirsən, gəl. Mən sənin
Hər gün evə girib çıxmıram axı. Mən sənin evinin sakini deyirəm axı. Sənin canlılarına yaxşı bələd olum. Neysə, bunu qoydum bir qırağa. Bəziləri olur ki, deyir ki, deyirəm, bəs damafonu yazmamışsınız və yaxud damafon işləmir. Ha, deyir, damafonumuz işləmir. Özü belə arxayın danışırıb ki, mənim bizə alıb tıqamda, mənim borcumdur, yəni buna asmaqda, bələnçilə bunu deyik mənim. Orada gözlə, özü gözlə ya. Orada gözlə. Ha, girib çıxan olanda çıxarsan yıxalı. Ay qaqaş, ay xanım, ay başınıza dönüm. Orada görsənib belə bir şey ki, kuryer gəlsin, yansın, öz dəyərli vaxtından ayırsın. Bizim vaxtımız həqiqətən dəyərlidir də. Yəni biz vaxtı görürsünüz, deyirləri kuryerlər bəlkə sürür, aralarında işləyir. Bunu niyə görə deyirik ki, yəni 5 dəqiqə, 10 dəqiqə tez çataq ki, yazımızı bir 5 manat, 3 manat əlavə qazancımız olsun. Sən damafonma aylıq 2 manat, 3 manat qıyıb damafonu açdırmırsansa, niyə görə kuryer gəlib sənin qapında 5 dəqiqəmi, 10 dəqiqəmi, lap belə 3 dəqiqəmi gözləməlidir ki, kimsə gələcək, gətirəcək, çıxacaq. Mən qətiyyən belə şeylə razı olmuram. Heç kimə də məsləhət bilmirəm. Məsləhətim budur ki, əgər işinizə dəyər verirsinizsə, özünüzə dəyər verib, yəni hörmət qoyursunuzsa, həmin müştəri bildirin ki, zəhmət olmasa 5 dəqiqə ərzində yaxınlaşın, sifarişinizi məndən qapıdan təhvil alın. Bax ki, damafon işləmir. Gördün, nəm, nüm, o yan, bu yan. Başını bıraxın, aparın, qaytarın sifarişi. Bir dəfə belə olsa, ona yəni dərs olsun ki, kuryer burada kiminsə oyuncağı deyil, kuryer kiminsə nökəri deyil. Artıq gəlib çıxdım Koroğluya, yaxınlaşıram Koroğluya, hələ də sakitçilikdir. Sifarişdən əsər əlamət səslənmir yox. Bu belə ahanda normaldır da, xadına gündür, səhər saat 10-dur, elə indi 11-ə işləyir. Bu vaxt hamı yatır. Adama deyərlər ki, heç olmasa xadına günü, gün orta çıxır, işə, gün orta olsun. Gələn sifarişə bax bir dənə, sən məmzən, 1 manat 55 qəpiy, ay, mən götürmürəm. Bax, söz vaxtını çəkər, sifariş gəldi. Görürsünüz ki, qapıdan qapıya yazılmıyor, belə tutun görün, qapıdan qapıya yazılmıyor. Gedirik götürməyə Şah İsmail Xətai prospektindən. İndi baxarıq, görək ki, müştəri nə deyəcək bizə? Qapıdan qapıya tələb edəcəkmi, yoxsa özü yaxınlaşacaq? 3 kilometr götürülmədir. Müştəri verdi ikinci sifarişi də. Mən baxdım ki, apardığım nöqtə Babəkdir. Əgər indi görsəm Xırdalan tərəfdir, imtina edəcəm sifarişdən. Və yaxud da özünə deyəcəm ki, zəhmət olmasa sifarişi atqaz eləyin. Deyəm, bir dənə baxım, görüm, indi yaxınlaşıram ora. Bircə dəqiqə, bircə dəqiqə, bircə dəqiqə, bircə dəqiqə. Bircə dəqiqə. Nə qədər qalıb? 500 metrimiz qalıb. Dedim, müştərinin yanında baxım ki, görüm bu. Deməli, biri burada yaxında, biri hepsi olar, əla, biri yaxında. Amma 2 dənə ünvan heç düzgün hərəkət deyil, az qiymət yazır. Neysə, getdik. Biri yaxındır. Mən Xırdalan da Sumqayıtdır, kateqorически buralara sifariş götürmürəm da, aparmıram. Nə olur olsun, istəyirsən 10 manat, 15 manat yazsın, aparmıram. Bəlkə bir sinə vaxt apararam, həqiqi qiymətini yazsın, 20-25 manat yazsın. Çünki bunu oradan boş qaydıram da, qardaşım. Burada siqnal verin, maşınlar duraq çıxırlar yola. Dur. Ya Allah, bir dənə tez yerindən vurum. Aha, nağdsız ödəniş olduğuna görə. Yox, hala, bu da bu itici əzəməyə çıxıb. Deməli, bir dənə əlaqə saxlayaq, görək. Aha. Allah deyən görüm, səhv yığdım. Daha doğrusu aramalar nar. Cəlavi müştəri. Alo, salam xanım. Salam. Hər vaxtınız xeyir olsun. Gəlmişəm, çatmışam mən. Aha, gəlmişəm. Bu restoranın özü durmuşam da, düzdür? Bəli, bəli. Aha, tamam xanım, sağ olun. Düşəndə maşın gedəm açıq etəmiş, düzcəyə baxın, sonra düşün, arxadan maşın gəlir, gəlmir. Bir də görsən, buldozer gəlir üstübə. Bunu da Temo'dan aldım. Bunu özüm bağlamamışam, sonra çıxardığımdan arxada bax, görürsünüz. Nə gözəl bir şeydir. Skorusu dəyişdirəndə. Belə açırsan, biraz sıxın bunu. Всё, qutu kimi, qutu.
Salırsan belə ayağı. Görsən belə. Ayaqqabını zədələmir. Görürsünüz baba? Belə deyirsən, все, qos kimi. Hərə öz kefində, hərə öz... Bu nə orada la? Sən buralara nelerlerden... Yox, sən buralara nerelerden geldin? Sen buralara nereden girdin? Kart sifarişi anda bir tərəfdən rahat oluram ki, gözləmə vecimə də orada yazır, dəqiqəsini 10 qəpikdən yazır. 3 dəqiqə pulsuz gözləmədir, 3 dəqiqədən sonra dəqiqəsini 10 qəpikdən qoyur. Kurtkanı çıxardım içindən. Salam xanım, hər vaxt xeyir. Birinci Emil Bey'le, en sonunda Ayber Hanım. Yox, Şimdi çok yemeği var. Bu üçü necə sığacaq bura? sıqışdıracam, narahat olmayın bizdə dəqiqə. Bunu belə qoyun. İçində bir dənə sumka var, onu çıxardım. Onları da bunun üstüne koyacağıq. Olmaz qoyma, əziləcək. Çok əzilədik. Doğrudan. Nə pişirləşək ona. Bəlkə yandan belə qoyun. 5 minutes later. Bunu heç olmasa biraz belə qoya bilərik də. Ha. İndi getdik ikinciyə Emil bəylə, o birisi adı yadımdan çıxıyor, qardaşına deyək. Bu biraz uzaqdır, bir balaca. Bizim vəzifə borcumuz da var, mən sizə deyim. Sonra bəzi hallarda, keçən səfər, lap bir yaxınlarda sizə deyim ki, bir həftədən söhbət olar. Günəşli, bilmirəm, A massividir, ya D massividir, yadımdan çıxıb. D massiv olmalı, səhv bilmirəmsə. Çatdım, müştəridə 10 mərtəbəli binadır. Konumu da bir tık o tərəf, bir bina o tərəfə qoymuşdu. Neysə, əlaqə saxladım, bunun binasını tapdım, blokunu tapdım. Lifti çağırıram, lift gəlmir, lifti çağırıram, lift gəlmir və müştəri də 8-ci mərtəbədədir. Əlaqə saxladım ki, xanım, sizdə lift işləmir. Gözləyin, səbirli olun, bir dəqiqə mən basıram, nə bilim, neynirəm. Gözləyin ki, mən deyim ki, narahat olmayın, xanım, yuxarı qalxıram, 8-ci mərtəbə mənim borcumdur. Tək ki, müştəri məmnuniyyəti olsun. Pavarotik yandır, xalam oğlu kuruqa girəndə. Tək ki, müştəri məmnun olsun. Mən əziyyət çəksəm də olar. Təbii ki, mən tərlan olaraq bunu eləmədim. Ona bir təklif sundum ki, xanım, yaxşı, liftimiz işləmir, ev yox, problem yoxdur, olan şeydir. Texnikada da xarab ola bilər. Siz qalırsınız 8-ci mərtəbədə. 4 mərtəbəni mən qalxıram, 4 mərtəbəni siz düşünün. Onsuz da paybanı biz 5 mərtəbələrə sifarişi qaldırırıq. Dedim, yəni ki, yarı üçün mən qalxıram. Xanım yana getdi fikrə, çort götürdü bunu. Və şeydir, adını siz deyin. Ayda biraz da qalxa bilərsiniz. Dedim, xanım, yenə deyirəm, 4 mərtəbəni mən qalxıram, 4 mərtəbəni siz düşün, götürün sifarişi. Bilirsiniz, mən nə bilim, idman eləmişəm, yorulmuşam, nə bilim, nə eləmişəm, yorulmuşam, nə bilim, uşağı, hamısının, baba hamısının ortaq bir dənə bəhanəsi var ki, yəni bunu kuryer işləyənlər çox gözəl bilirlər ki, mən nə demək istəyirəm və nə qədər haqlıyam. Evdə uşaq var, uşaq qoyub çıxar, nə oldu, yala, mən uşaqlı oldu. Özə evdə uşaq var deyənlər gəlib düşürlər, baxıram ki, 17-18 yaşında uşaqlar olur və yaxud 20-22 yaşında uşaq. Nə oldu, hamısı 15-16 yaşında evləniblər bunların, hamısının 17-18-20 yaşında quzaqlarında uşaqları var, evdə uşaq var deyil. Onu qoyub çıxa bilmirəm, nə bilim mən. Neysə, dedim, xanım, gəlirsiniz, gəlin, gəlmirsiniz, apardı belə tərəm. Gəlirəm. Qışqıra bir ki, lifti mən xarab eləmişəm. Bütün məsuliyyət mənim boynumadır. Bu ikinci nüans, ikincidir, bilməm, söhbət arasıdır. Yadımdan çıxır əqəllər. Sonra, qardaşlar, çatırsan ünvana, yığırsan, açmır. Deyirsən, insan eşitməyib. Bir dənə də yığırsan, yenə açmır. Deyirsən ki, ola bilər əlində iş var və yaxud nəsə iclasdadır. Üçüncü dəfə şansı bu yoxlayırsan. Bir dənə də yığırsan, lancı sonuncu nəfəsdə alo, açır telefonu. Adama deyərlər zəhrimar olur. Deyirəm, bəs kuryerdir də qardaş. Gözdə 2 dəqiqə gəlirəm. 2 dəqiqə oradayam, 2 dəqiqə. Ona da arxayın deyir ki,
O 2 dəqiqə olur 5 dəqiqə, 5 dəqiqə olur 7 dəqiqə, 10 dəqiqə səbir kasası dolur axı. Sən gəlirsən ki, ay qardaş, ay xanım, ay insan, ay vətəndaş. 2 dəqiqə çoxdan gedir. Sən hansı saatla hesablayırsan bu 2 dəqiqəni? Kosmik saatla ölçürsən, hansı saatla ölçürsən? Deyirəm, biz də bax, məlumatımız olsun. O gəlirəm, qardaşlar, arxadan 1 dəqiqə gördüm, yenə də 1 dəqiqədə. Bu opşumda 15-16 dəqiqənin tamamında gəlir. Ötürmüsə, gözləməyə görə saat 1 manat, 2 manat, bir hörmət elə ki, yəni mən də bilim ki, sən mənə hörmət qoyursan, işim var. Ona görə də qardaşlar, başıma gələ-gələ o təcrübələrdən deyirəm mən sizə. Heç ki, mənə bu dəqiqənin özündə hörmət edəmirəm, nə barədə? Liftin işləmir, düş götür. 2 dəqiqə deyib gəlirəm, maksimum 5 dəqiqə gözləm. 5 dəqiqə gəlmədi ki, aparıb qaytarıram. Yox, əgər məmnun edir, demə əlavə edən şeysə gözləyirəm, mənim vaxtıma görə timer yazır. Sonra canım sizə düşün, ünvanı səhv qoyanlar var. Ünvanı səhv qoyanların da ortaq bir dənə yalan nöqtəsi var, yalan danışmağı var ki, sən ki, ay, bəs yoldaş, sizdə ünvan səhvdir. Qayıdır ki, necə olur, mən həmişə bu ünvandan sifariş edirəm. Kuryer düz qapıya kimi götürür, düz qapıya kimi, ya sən dedin, mən də inandım da sana. Ki, kuryer həqiqətən də düz qapıya kimi götürəcəkdir bu sifariş. Sən konumu səhv qoyur da ya. Yəni, belə absurd şeylər var da, ona görə də ki, çalışın, diqqətli olun, çalışın, aldanmayın. Çünki insanlar həqiqətən türküləşib, İraq yaxşılarından. Hər kəs öz mənfəəti üçün bu dəqiqə əlləşir, vuruşur. Və Yangoda da belə bir şey var, onu nəzərinizə çatdırım sizin dostlar. Yangoda bilirsiniz ki, 2 dənə seçim var. Qapıdan qapıya seçimi və ünvandan ünvana seçimi. Qapıdan qapıya olanda, misal ünvandan ünvana vurursan, tutalım ki, Koroğludan veriblər 28 maya və ünvandan ünvana, yəni gəldin buradan yolda, müştəri sənə qarşıladı, sifarişi verdi sənə və apardın 28-də həminki müştəri, daha doğrusu qarşı tərəf gəldi, təhvil verdi ona, yəni özü yaxınlaşır müştəri və var qapıdan qapıya. Qapıdan qapı nə demək? Müştəri haranı yazıbsa oraya yaxınlaşmalısan. Mənzil yazıbsa mənzilə qalxmalısan, ofis yazıbsa ofisə yaxınlaşmalısan və həmin apardığın B nöqtəsində də eyni qaydada mənzil yazılıbsa mənzilə, ofis yazılıbsa ofisə təhvil verilməlidir. İndi bunların arasındakı fərqi deyirəm sizə. Ünvana yazılanda bu məbləğ eləyir 2 manat, misal üçün. Amma qapıdan qapıya yazanda 3 manat 20 qəpik və yaxud 3 manat 50 qəpik. Ortada 1.20, 1 manat 50 qəpik fərq edir. Bu bəzi ağıllı müştərilər, bu qardaşa demək olar hər gün görmək. Ağıllı çıxıblar, başlayırlar ünvandan ünvana vururlar, yəni 2 manat durur. Amma qapıdan qapıya qalxmağı tələb edirlər. Və təbii ki, mən də heç vaxt qalxmıram, çünki sən bitsənsə, mən səndən də ağıllıyam. Ona görə də çalışın dostlar, özünüzə qiymət verin, qiymət. Müştəri çox yalan danışa bilər. O müştəri yalanlarına bir də budur ki, kuryer həmişə qalxır, kuryer həmişə yaxınlaşır və bir də deyirlər ki, belə bir xidmət var, mən bilmirəm axı. Qəşəng də bilirsən, çünki orada Yangoda sənə ilk dəfə sifariş verəndə qapıdan qapıya aktiv olur, özün söndürürsən onu. Yəni burada yalan danışmağın heç bir mənası yoxdur. Atandan deməli, balaca olan içində su var. Su varsa ehtiyatla daşımalıyıq bunu. Ehtiyatla deyəndə ki, da qoyduq belə, bağladıq belə, getdi. Bu Yangonun çantası çox rahatdır, çox udobun çantası da yəni. Bilmir tam olaraq. Bir də var ki, salam qardaş. Kim idi Murat? Ramazan ya Emil yazıb ya. Hə. Sağ olmuş olar ki, heç sevmirəm də park bulvarı. Bir də bəzi restoranlar var. Daha qapı açıqdır ya. Açılmaz. Soy ürəyim qaldı yanında ya. Sağ ol. Çatdıq, gedək, götürək. Deməli,
Salam qaqaş. Bura Vüsaldır bu. Ha, sağ ol. Növbəti sifarişi tamamladım. İndi bilirəm ki, düşüb. Bütün kurdular. Orada belə balaca piraşiklər var. Çox xoş işləmir. Balaca piraşiklərdən də basın. Ki dostlar, çox maraqlı vloglar gələcək. İzləmədə qalın. Hər şey bomba kimi olacaq. Hər şey çox maraqlı olacaq. Allah'a şükür.